Noyabrın 17-sində müxalifətin keçirdiyi etiraz aksiyasında 7 sutka həbs edilən AXCB fəalı Dəyanət Babayev həbs müddəti bitdikdən sonra azadlığa buraxılmayıb. Belə ki, o, noyabrın 24-də xuliqanlıqla bağlı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Dəyanət Babayev noyabrın 7-sində axşam Musa Rəhimovla birlikdə Nizami küçəsində Tofiq Səlimov adlı bir vətəndaş təhqir edib və ona yüngül bədən xəsarətlər yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. İstintaq onun barəsində qəti imkan tədbirinin seçilməsi barədə vəsatət qaldırıb, prokurorluq təqdimat verməlidir. Dəyanət Babayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə ona qarşı ittiham irəli sürülüb. Bu xuliqanlıq maddəsidir. Qrup halında və ya təkrarən cinayət törədilməsi, xuliqanlıq etməsi və onun sanksiyası çox ağır maddədir. 5 ilə qədər həbs göstərilir. Mən Dəyanət Babayevin özü ilə görüşdüm polis idarəsində, müstəntiqi ilə də danışdım. Belə məlum oldu ki, cinayət işinin istintaqı demək olar ki, yekunlaşıb. Onlar biləndə ki, onun özünün vəkili iştirak eləyəcək istintaq. Dünən sırağa gün demək bütün üzləşdirmə, sonra dindirmə istintaq hərəkətlərini həyata keçiriliblər. Mənim ancaq qalıb indi öhdəmə düşür formal olaraq məhkəmə prosesində iştirak etmək. Bu elə istintaqın qərəzli olmasını, bu məsələnin siyasi yönümlü olmasını göstəricisidir. Bu gənclərə qarşı başlamış repressiyanın belə deyək, növbəti dalğasıdır. Heç kimə sir deyil ki, Dəyanət Babayev istənilən aksiyada iştirak edirdi, aktiv iştirak edirdi və hər zamanda o bu repressiyalarla üz-üzə gəlirdi. Yəni artıq proses başlayıb və hakimiyyətə də buradan səsləniş edirəm ki, nə qədər özünü dünyada, Avropa qarşısında, dünya qarşısında rəzil eləməyibsə, belə artıq belə deyək, arxivə düşmüş metodlarla, artıq diktator metodlarından siyasət aparmasın. Noyabrın 26-sında Nəsimi rayon məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Babayevin barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun təqdimatı təmin edilməyib və o azadlığa buraxılıb. Dəyanət Babayev barəsində açılmış cinayət işi isə davam edir.